Azərbaycanda avtobus marşrutları və metroda sərnişin daşıma üzrə yeni tariflər müəyyən edilib. Metro və şəhər daxili, qəsəbələr arası, o cümlədən də şəhər ətrafı avtobuslarda sərnişin daşıma xidmətlərinin tarifləri dəyişərək 60 qəpik müəyyən olunub. 2025-2030-cu illər üçün dövlət proqramına uyğun olaraq tariflər oktyabrın 1-dən qüvvəyə minəcək. Bəs hazırki tarif artımının məqsədi nədir? Yerüstü Nəqliyyat Agentliyi məsələyə aydınlıq gətirib. Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək. Bu da nağdsız ödəmə imkanı təqdim edən, müasir avtobuslar istismar edən daşıyıcıların fəaliyyətini stimullaşdırmaq məqsədini daşıyır. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla CNG ilə işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil ediləcək. Dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni, 180 marşrutdan 60-ını əhatə edəcək.